6000 kilometr uzaqlıqda hədəfi vurmaq gücünə malik. Türkiyənin indiyədək hazırladığı ən uzaq mənzilli, dünyaya gücü ilə səs salan Yıldırım Han ballistik raketi. Müdafiə sənayesində imkanlarını sübut edən Türkiyə, Yıldırım Han layihəsi ilə qitələrarası zərbə qabiliyyətinə sahib olub. Sistem texniki xüsusiyyətləri ilə diqqət çəkir. SAHA 2026 beynəlxalq müdafiə və kosmik sənaye sərgisində bir çox yeni məhsulların təqdimatı həyata keçirildi və bu təqdimatlar içərisində ən çox diqqət çəkənlərdən biri də Türkiyənin istəyəvli istehsalı olan yerli və milli Yıldırım Han qitələrarası ballistik raketidir ki, hazırda onun önündə dayanmışam və bu raketin önəmli cəhətlərindən biri onun 9 Mach sürətində hərəkət etməsiyle yanaşı həm də 6000 kilometr məsafədə hədəfləri məhv edə bilmək qabiliyyətidir ki, bu da Türkiyə müdafiə sənayesinin gəldiyi ən son nöqtə sayılır. 9 Mach saatda təxminən 10-11 min kilometr deməkdir. Bu rəqəm isə çox yüksək sürət sayılır. Mesafe sınırı artık aşılmış. Bu artık bence Türkiye'nin gerçek gücünü ve potansiyelini net olarak gösteriyor. Üretim kapasiteleri de artmış. Yani artık bir şey konuşuyorsanız 100 binden aşağı rakam konuşulmuyor. Yarım milyon konuşuluyor, 100 bin konuşuluyor, milyon konuşuluyor. Bu da Türkiye'nin sanayisinin ne kadar güçlü bir şekilde savunma sanayini desteklediğinin en büyük göstergelerinden bir tanesi. Bu da aslında savunma sanayimizin, Türkiye'nin savunma sanayinin giderek güçlendiğinin bir göstergesi. Burada da ASFAD olarak biz Milli Savunma Bakanlığı'nın bir şirketi olarak, tamamen devlete ait bir şirket olarak askeri tersanelerimizin, askeri fabrikalarımızın ve burada çalışan değerli insanlarımızın iş gücünü burada sergilemekten ayrı bir gurur duyuyoruz. Türkiyəli ekspertlərin sözlərinə görə dünyada bu sürətə çata bilən başqa bir hipersəs raketi yoxdur. Nə radar, nə də hava hücumundan müdafiə sistemləri bu raketi dayandırmaq gücündə deyil. Raket Türkiyənin arsenalında ilk maye yanacaqlı və hipersəs sürəti ilə hərəkət edə bilən silahdır. Raketin gövdə dizaynında olan detallar da diqqət çəkib. Ağ gövdə üzərində qızılı hərflərlə bir tərəfdə Osmanlı Sultanı Yıldırım Bayezidin möhrü, burun hissəsinə doğru isə Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk'ün imzası həkk olunub. Raket texnologiyalarında əldə edilən bu cür irəliləyişlər təkcə hərbi gücün artmasını deyil, həm də regionda yeni təhlükəsizlik və geosiyasi reallıqların formalaşdığını göstərir. Eyni zamanda Türkiyənin müdafiə sənayesində əldə etdiyi bu texnoloji nailiyyətlər təkcə öz hərbi gücünü artırmaqla kifayətlənmir, müttəfiq və dost ölkələrə də dəstək vermək imkanlarını genişləndirir. Məhz bu baxımdan regionda formalaşan yeni reallıqda Azərbaycan-Türkiyə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Və bundan sonra Cənubi Qafqazda yeni reallıq yarandı. 44 günlük müharibədə biz daima Türkiyənin həm hərbi, texniki və texnoloji baxımdan dəstəyini hiss etdik, həm də biz həmişə Türkiyənin mənəvi dəstəyini hiss etdik. Çünki müharibə hazırda hibrid müharibələr hesab olunur, bütün müharibələr və burada siyasi, diplomatik, psixoloji, informativ, bütün növ müharibə komponentlərindən istifadə edilir. 44 günlük müharibədə və ondan sonraki mərhələdə sülhə gedən yolda elə bir sahə olmadı ki, biz orada qardaş Türkiyənin dəstəyini hiss etməyək. İki qardaş ölkənin koordinasiyalı addımları regionda sabitliyin və davamlı sülhün təmin olunmasında həlledici rol oynayır. Və bu birlik artıq təkcə region üçün deyil, daha geniş coğrafiya üçün də güclü bir təminat kimi çıxış edir. Rəqsanə Qasımzadə, Ramin Hüseynov, Rəhman Məlikov, İTV Xəbər.